tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Əziz izləyicilər, hər birinizə xoş gəlmisiniz. Bugün sizin üçün 3 bürc haqqında maraqlı və əyləncəli bir astroloji şərh hazırlamışıq. Yaxın günlərdə bu bürclərin həyatında bəzi dəyişikliklər, gözlənilməz xəbərlər və yeni imkanlar gündəmə gələ bilər. Qeyd edək ki, bu video astroloji və əyləncə xarakterlidir. Burada səsləndirilən fikirlər ümumi bürc yozumlarıdır və gələcəklə bağlı dəqiq proqnoz kimi qəbul edilməməlidir. İlk olaraq Qoç bürcü ilə başlayaq. Qoçlar üçün qarşıdakı günlər hərəkətli və diqqət çəkən ola bilər. Uzun müddətli nəticəsini gözlədiyiniz bir məsələ ilə bağlı xəbər alma ehtimalınız var. Xüsusilə iş və maddi məsələlərdə daha diqqətli qərarlar vermək önəmli olacaq. Qoç bürcünün nümayəndələri qarşılarına yeni bir məqsəd qoya və həmin məqsədə çatmaq üçün daha ciddi addımlar ata bilərlər. Ətrafınızdakı insanların fikirlərindən çox öz planınıza və düzgün hesablamalarınıza güvənmək faydalı ola bilər. Sevgi həyatında isə keçmişdən qalan bir məsələ yenidən gündəmə gələ bilər. Münasibətdə olan qoçlar üçün açıq danışmaq və qarşı tərəfi dinləmək vacibdir. Subay qoçlar isə gözləmədikləri bir tanışlıqla qarşılaşa bilərlər. İkinci bürcümüz əkizlərdir. Əkizlər üçün yaxın günlərdə ünsiyyət və xəbər mövzusu ön plana çıxa bilər. Telefon zəngi, mesaj və ya uzun müddətdir gözlənilən bir cavab gündəlik planlarınızı dəyişə bilər. İş həyatında yeni təklif və ya əlavə qazanc imkanı ilə bağlı söhbət yarana bilər. Lakin qərar verməzdən əvvəl bütün detalları diqqətlə yoxlamaq daha doğru olar. Əkizlərin şəxsi həyatında isə maraqlı bir canlanma görünür. Dost çevrəsindən gələn dəvət və ya gözlənilməz görüş əhvalınızı dəyişə bilər. Münasibəti olan əkizlər üçün səmimi söhbətlər bəzi anlaşılmazlıqları aradan qaldıra bilər. Bu dövrdə ən böyük üstünlüyünüz çevik düşünmək və vəziyyətə uyğun hərəkət etmək olacaq. Üçüncü bürcümüz isə tərəzidir. Tərəzilər üçün yaxın günlər daha çox seçimlər və qərarlar dövrü ola bilər. Qarşınızda iki fərqli yol və ya iki fərqli seçim yarana bilər. İlk baxışda asan görünən variantı seçmək əvəzinə uzun müddətli nəticələri düşünmək daha məqsədə uyğun olacaq. Maddi məsələlərdə ehtiyatlı davranmaq vacibdir. Lazımsız xərcləri azaltmaq və planlı hərəkət etmək sizə rahatlıq verə bilər. İşlə bağlı isə yeni məsuliyyət və ya dəyişiklik gündəmə gələ bilər. Sevgi həyatında tərəzilər üçün keçmişlə gələcək arasında seçim mövzusu ortaya çıxa bilər. Əgər ürəyinizdə saxladığınız bir söz varsa, doğru zamanda və sakit şəkildə danışmaq münasibətlərdə müsbət dəyişiklik yarada bilər. Əziz izləyicilər, unutmayın ki, həyatımızı yalnız bürclər deyil, verdiyimiz qərarlar, zəhmətimiz və seçimlərimiz formalaşdırır. Əgər siz Qoç, əkizlər və ya tərəzi bürcüsünüzsə, bu şərtdə özünüzdən bir şeylər tapmış ola bilərsiniz.